Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Trigonometrik funksiyaların mövzu izahına davam edirik. Deməli, sinus x funksiyasının xassələri. Birinci qaydası tək funksiyadır. Yəni, sinus mənfini qabağa ötürür. Təyin oblasti. Yəni, x-in ala biləcəyi qiymətlər mənfi müsbət sonsuzluqdur. Yəni, sinus x funksiyasında x hər şey ala bilər. X-in yerinə mənfi 1 milyon dərəcədə qoya bilərsiniz. X-in yerinə 1500, 2000, 3000 dərəcə qoya bilərsiniz. X-in yerinə istənilən qiyməti qoymaq olar. Qiymətlər çoxluğu y bərabərdir sinus x funksiyasında y-in aldığı qiymətlərdir. Yəni, x-in yerinə biz hər şey qoyduq da, oradan çıxan qiymət nədir? Ən kiçik mənfi 1-dir, ən böyük müsbət 1-dir. Aydın oldu mu? X-in yerinə istənilən qiyməti qoya bilərsiniz də, amma oradan çıxan nəticə, yəni qiymətlər çoxluğu, yəni y-in aldığı qiymətlər, ən kiçik, ən böyük qiymətlər mənfi müsbət 1-dir. Funksiyanın beləliklə ən kiçik qiyməti mənfi 1, ən böyük qiymət müsbət 1 olduğu qiymətlər çoxluğundan aydın olur. Periodu t bərabərdir 2π-dir. Yəni, funksiya 2π-dən 1 qiymətləri, ala biləcəyi qiymətlər 360-dan 1 dövridir. Periodu, dövr etmə periodu. Çevrə boyunca birinci, ikinci cüblərdə müsbətdir, üçüncü, dördüncü cüblərdə mənfidir. Bunu daha əvvəllərdə demişdik, qrafikdə göstərək. Birinci cüb, baxın, 0-dan 90 dərəcəyə qədər. 0 dərəcə buradır, 90 dərəcə buradır. 0-90 dərəcə birinci cübdür. Gördüyünüz kimi, burada y-in ancaq müsbət qiymətləri var. 90 dərəcədən 180 dərəcəyə. Buradan bura qədər. Gördüyünüz kimi, burada da y-in müsbət qiymətləridir. Yəni, birinci, ikinci cübdə funksiya müsbət qiymətlər alır. Sinus müsbət qiymətlər alır. Üçüncü cüb 180-dan 270-ə qədərdir. Gördüyünüz kimi, funksiyanın qrafiki x oxundan aşağıdadır. Deməli, bu mənfi qiymətlər alır. Üçüncü cübdən mənfidir. Eyni qayda ilə 270-360 arasında mənfi qiymətlər alır. Deməli, funksiya dördüncü cübdən mənfidir. Qrafikdən, yəni bunu qrafikdən də biləmək olar. Yəni, əzbərlədən bilmirsinizsə, qrafik çəkib, qrafikdə görə bilərsiniz ki, sinus birinci, ikinci cüblərdə müsbət, üçüncü, dördüncü cüblərdə mənfidir. Birinci, dördüncü cüblərdə artır. Bunu silirəm. Birinci, dördüncü cüblərdə artır. Artma y oxu boyunca baş verir. Soldan sağa doğru baxırıq, şagirdlər. Bax, 0 dərəcədən 90 dərəcəyə qədər birinci cübdür. Fikir versəniz, x böyüdükcə y də böyür. Artmaq nə deməkdir? X böyüdükcə y də böyüyürsə, x kiçildikcə y də kiçilirsə, bu artmanın xüsusiyyətidir. Əks halda azalmanın xüsusiyyətidir. Bu birinci cübdə gördüyünüz kimi funksiya artır. Eyni prosesdə dördüncü cübdə baş verir. 270 dərəcədən 360 dərəcənin arasında qrafikin hərəkətinə baxsanız, soldan sağa, bu yəni artır. Yaxud da belə başa düşərik ki, x böyüdükcə y də böyür. Örnək göstərim, tutaq ki, burada 30 dərəcədir, alır 2-də 1. Qalxır 60 dərəcəyə, 60 dərəcədə alır 3/2. Aydın olur mu? Yəni, əslində bu deməkdir də artmaq. Yəni, x böyüdükcə y də böyür. Bu proses baş verir birinci və dördüncü cübdə. Birinci, dördüncü cübdə funksiya artandır. X böyüdükcə y də böyür, o deməkdir. İkinci, üçüncü cübdə azalandır. Baxaq, ikinci cübə, misal üçün 90 dərəcə ilə 180 dərəcənin arası ikinci cübdür. Soldan sağa funksiyanın qrafikinin düşüşünü izləyə bilərsiniz ki, funksiya doğrudan da azalır. 180-dən 270 dərəcə buradadır. Grafikin yenə də düşüşünü seyr edirik. Yəni, funksiya ikinci, üçüncü cübdə azalır. Çünki x böyüdükcə y kiçilir. Buradakı x-in böyük qiyməti, buradakı y-in böyük qiymətidirsə, növbəti x böyüyübdür, amma y aşağı düşübdür, kiçilibdir. X böyüdükcə y kiçilirsə, bu da funksiya nəyə göstərir? Azalma prosesini göstərir. Kosinus funksiyasının xassələri. Deməli, sinus funksiyasının burada qrafiki sinusoid adlanır. Kosinus funksiyasının qrafiki kosinusoid adlanır. Trigonometrik funksiyadan yeganə funksiyadır ki, kosinus cüt funksiyadır. Yəni, bu mənfini qabağa ötürmür. Bayaqki məsələyə qayıdım. Sinusda da eyni şey var idi, şagirdlər. Bir saniyə səbirli olun. Bu mənfilik nəyə işimizə yarayacaq? Sinus tək funksiyadır. Tutaq ki, sinus mənfi 30 dərəcə, mənfi sinus 30 dərəcə deməkdir. O da mənfi 2/1-dir. Kosinusdan başqa hamısı bu mənfini qabağa ötürür. Amma kosinus funksiyasında kosinus mənfi 30 dərəcə, kosinus cüt funksiyadır deyə mənfini silir, modul funksiyası kimi mənfini silir. Elə kosinus mənfi 30, kosinus 30 dərəcə deməkdir. Onda qiyməti deyək ki, kök 3 bölünsün 2-dir. Yalnız kosinus cüt funksiyadır. Yadda saxlaya bilərsiniz. Sinus, tangens, kotangens tək funksiyadır. Təyin oblasti, yəni
x-in aldığı qiymətlər sinusda olduğu üçün mənfi müsbət sonsuzluqdur. Qiymətlər oblasılığı sinusda olduğu üçün mənfi 1-1-dir. Yəni ən kiçik qiyməti mənfi 1-dir, ən böyük qiyməti 1-dir. Periodu, yəni dövlətmə periodu 360 dərəcədən 1 qiymətləri təkrarlanır. Bir tam çevrədən sonra qiymətlər təkrarlanır. Çevrə boyunca birinci, dördüncü cüblərdə müsbətdir. Baxın şagirdlər, bu birinci cübün bucağıdır. 0 dərəcədə başladı, 90 dərəcədə dayandı. Bu birinci cübdür. Gördüyünüz kimi bura y-in müsbət qiymətləridir. Burada y mənfi deyil. Birinci cübdə müsbətdir. Bir də eyni proses dördüncü cübdə baş verir. Baxın, bu da dördüncü cübdür. 270 dərəcə ilə 360 dərəcənin arasında funksiyanın qiymətləri müsbətdir. Qrafikdən yəni gördüyünüz kimi birinci, dördüncü cüblərdə müsbətdir. 2, 3-də mənfidir. İkinci cüb nə idi? 180-lə, yox, 90-la 180 arası. Baxın, bu burada gördüyünüz kimi y-in qiymətləri mənfidir. Eyni qayda 180-lə 270-in arası. Yəni qrafik aşağıdadır. Qrafik absurdan aşağıda olması nə deməkdir? Mənfi qiymətlər alması deməkdir. Yəni əvvəlki mövzuda da biz demişdik, əvvəlki videoda demişdik ki, birinci dördüncü cüblərdə müsbətdir. Amma qrafiklərində aydın olur. Yəni nə vaxtsa bu proses yaddan çıxarsa, trigonometrik funksiyalardan sinus, kosinusun hansı cübdə müsbət olduğu, hansı cübdə mənfi olmağı yaddan çıxarsa, qrafik çəkib də bilə bilərsiniz. Düzdür, bu çətin prosesdir. Şagirdlər adətən qrafiki sevmirlər. Əzbərləyən istəyənlər də əzbərləsinlər. Mənim məqsədim bunu qrafik üzərində göstərməkdir. Birinci, ikinci cüblərdə azalır. Birinci cüb yenə 0 dərəcə ilə 90 dərəcənin arası. Düzdürmü? Baxın, qrafik soldan sağa aşağı düşür. 90 dərəcə ilə 180 dərəcənin arası. Yenə aşağı düşməni izləyirik. Yəni qrafik birinci, ikinci cüblərdə azalır. 180 buradır, 270 buradır, 360 da buradır. Gördüyümü 180-dən başlayaraq nə edir? Qrafik artır. Bu artır ta 360-a qədər. Yəni 1, 2 azalır, 3, 4 artır. Azalma prosesini başa düşə bilirikmi? Yəni birinci, ikinci cübdə azalır, yəni x böldükcə y kiçilir. Bu nə demək? Bax, nə vaxt lazım olacaq bizə? Ən çox da birinci cüb bilməyimiz məsləhətdir. Trigonometrik funksiyaların müqayisəsində artma və azalma ancaq birinci cübdə bizə lazım olacaqdır. Misal üçün, sinus birinci cübdə artır. Yəni o deməkdir ki, sinus 10 kiçikdir sinus, nə bilim, 25-dən, o da kiçikdir sinus 30-dan. Yəni sinus birinci cübdə artır, o deməkdir ki, qiyməti dərəcəsi böyüdükcə qiyməti də böyür. Kosinus birinci cübdə azalır. Yəni kosinus 10 böyükdür kosinus 15-dən. O da böyükdür kosinus 30-dan. Aydın, kosinus birinci cübdə azalır. Yəni x-i böyüdükcə qiyməti kiçilir. Dərəcəni böyüdürük, amma qiyməti kiçilir. Növbəti tangens funksiyasının qrafikidir. Dedik ki, kosinusdan başqa hamısı tək funksiyadır, hamısı mənfini qabağa ötürür. Tangens mənfi x, mənfi tangens x. Yəni qabağınıza tangens mənfi 60 dərəcə çıxsa, mənfini verəcəksiniz qabağa, tangens 60 deyəcəksiniz. Onun qiyməti kökdə 3-dür. Cavab olacaq mənfi kökdə 3. Təyin oblastı mənfi pi bölü 2-dir. Toplam pk da tangensin dövrüdür. Yəni o deməkdir ki, mənfi 90 dərəcə ilə 90 dərəcənin özlərində tangens təyin olunmayıbdır. Yəni, bax bu tangens 90 dərəcəni xatırlayırsa, mən izah eləmişdim ki, sinus 90 bölünsün kosinus 90-dır. O da 1 bölünsün 0-dır. Ona görə cədvəldə o minus qoymuşdur qabağına ki, qiyməti yoxdur. Plus pk da tangensin dövrü 180-dir deyə hər 181 dərəcədən bir yeni bu proses təkrarlayacaq. Necə ki, mənfi 90-da təyin olunmayıbsa, həm də 270-də təyin olmayacaqdır, mənfi 270-də. Üstünə bir dənə də 180 gəlsəniz, elə təkrar sonsuza qədər gedəcəkdir. Eyni qayda ilə müsbət 90-da təyin olunmayıbsa, həmçinin üstünə 180 gələndən sonra da təyin olunmayıb, 3 pi bölü 2-də də təyin olunmayıbdır. Yəni bu qrafik gəlib, pi bölü 2-yə heç vaxt toxunmayacaqdır. O qiyməti çünki ala bilmir. Şifahi suallar buna aid qura bilərlər ki, hansı funksiyanın təyin olasılığı gördüyünüz kimidir. Qiymətlər çoxla mənfi müsbət sonsuzluqdur. Yəni tangens istənilən qiymət ala bilər. Sinusun ən böyük, ən kiçik qiyməti mənfi 1-lə 1 deyil, amma tangens də 10, 100, 1000 də ala bilər. Çünki kəsr formasında da tangensin açılışı nədir? Sinus bölünsün kosinus. Sürət məxrəc kiçildikcə, məsələn 0,1 başa düşə bilirsiniz. Məxrəc kiçildikcə sürətin də qiyməti tutaq ki, bir ədəd olsun, atıram, 0,5 olsun. Bu qiymət daha da böyüyür, eləmi? Yəni kəsr formasında olduğuna görə məxrəc kiçiləndə kəsirin qiyməti böyüyür. Ona görə mənfi müsbət sonsuzluq oradan gəlibdir ki, həm də qiymət, y qrafikinə baxsanız,
Və bu qrafiki y oxu boyunca sonsuza qədər uzada bilərsiniz. Aşağı doğru da y-qədini sonsuza qədər uzada bilərsiniz. Periodu, yəni qiymətlərinin periodu, yəni 181 təkrarlanır. Sinusdan kosinusda 360 idi. Tangesdən kotangesdə periodu pi-dir, yəni 180-dir. Çevrə boyunca birinci, üçüncü cüblərdə müsbətdir. 2, 4-də mənfidir. Bunu daha əvvəldə demişdik. Sinus bölgüsünün kosinusunu da tapmaq olaraq izah eləmişdim. Bütün dürblərdə artandır. Bütün dürblərdə artandır, yəni x böyüdükcə y də böyür. Baxın, x böyüdükcə y də böyür, yəni artandır. Bütün dürblərdə artandır, onu bir dənə də izah edeyim şagirdlər. Sinus birinci rübdə artandır. Siz birinci rübdən ikinci rübün qiymətini, tangens daha doğrusu. Birinci rübdən ikinci rübün qiymətini müqayisə edə bilmərsiniz. Yəni, siz bütün rüblərdə artan olduğuna görə tangens 120 böyükdür tangens 80-dan. Xeyr, belə bir şey yoxdur. Birinci rübdə artandır, ikinci rübdə artandır, üçüncü rübdə artandır. Tangens birinci rübdə olduğu, məsələn, bu dərəcə birinci rübün dərəcəsi olduğuna görə, əlbəttə tangens 80, tangens 60-dan kəsinliklə böyükdür. Amma ikinci rübdəki bucağı, ikinci rübdəki bucaqla müqayisə edə bilərəm. Birincinin ikinciliyi müqayisə edə bilmərəm. İkinci rübün bucağını üçüncü rübünlə müqayisə edə bilmərəm. Aydındır mı? İkinci rübdə tangens artandır. İkinci rübün bucağına desək, tangens 120, əlbəttə tangens 115-dən böyükdür, yaxud da 110-dan böyükdür. Aydındır mı? Birinci rübdə bütün trigonometrik funksiyaların artma, azalmağın əzbərindən bilməyinizi məsləhət görürəm. Birinci rübdə sinus artır, kosinus azalır, tangens artır, kotangens azalır. Çünki trigonometrik funksiyaların müqayisələrində bizə lazım olacaqdır. Kotangens funksiyasının xassəsi tək funksiyadır, mənfini qabağa verir. Dövrü sıfır topla, yəni dövrü sıfırla pi-dir. Bax, bunun sıfır oxuna, bunu biraz səhv çəkiblər, çəkib bunu belə çəksəydilər daha qəşəng olardı, daha biraz daha yaxın. Yəni sıfır oxuna toxunmur amma. Yəni bu qrafiki uzatdıqca bu gəlib bu y oxuna toxunmayacaqdır. Çünki tangens sıfırda, kotangens sıfırda təyin olunmayıbdır. Bir də pi-də təyin olunmayıb. Yəni bu qrafik gəlib əslində belə daha yaxşı olardı çəksəydilər. Y oxuna, yəni pi-yə toxunmayacaq, çünki tangens pi-də də təyin olunmayıbdır. Sıfırla pi-nin arasındakı qiymətə də təyin olunubdur. Yəni, əslində bunun dövrü budur da, 0 topla pi k, bir də pi topla pi k. Burada 0 topla pi k-nın yerinə birbaşa pi k yazılıbdır. Əslində bu belə də yazıla bilərdi. Pi k onun dövrüdür, tangensdəki olduğu kimi. Təkrar deyirəm, buna aid suallar, yəni şifahi olur, hansı funksiyanın təyin olmasıdır formada suallar ola bilər. Qiymətlər çoxluğu kəsr formasında olduğuna görə istənilən qiyməti ala bilər. Məxrəc kiçildikcə kəsin qiyməti böyür. Və yaxud da məxrəc böyüdükcə kəsin qiyməti kisilir. Yəni qiymətlər çoxluğu mənfi müsbət sonsuzluqdur. Periodu tangensdə olduğu kimi pi-dir. Birinci, üçüncü cüblərdə müsbətdir. İkinci, dördüncü cüblərdə mənfidir. Tangensdə olduğu kimi bütün cüblərdə azalır. Yəni x böyüdükcə y kisilir. X sağa doğru böyür, y aşağı doğru kisilir. Yaxud da soldan sağa əzəsəniz qrafik ancaq aşağı düşür. Yəni azalan funksiyanın qrafikidir. Və yaxud da azalmaq nə deməkdir? İstənilən rübdə x böyüdükcə y kisilir. Azalandır o deməkdir ki, kotangens birinci rübdə azalandır. Yəni kotangens 10 böyükdür kotangens 15-dən. Aydındır? Birinci rübdə azalandır. İkinci rübdə də azalandır, üçüncü rübdə də azalandır. Amma birinci rübdə və ikinci rübdə müqayisə edə bilmərik. Çünki kotangens birinci rübdən müsbətdir, amma ikinci rübdə mənfidir. Bütün rüblərdə azalanır deyəndə hər rübü ayrı-ayrılıqda müqayisə eləməyi demək istəyirəm. Trigonometrik funksiyaların əsas dövrləri. Sırf bunlara aid hardasa 20-30 dənə topluda sual var. Bəlkə də daha çox. Sinusla kosinusun dərəcəsinə baxacağıq. Fikir verin, bunların ikisini ayrıca izah eləmişik. N təkdirsə, yəni sinusla kosinusun dərəcəsinə baxıb müqayisə qərar verəcəyik. Dərəcəsi təkdirsə 2pi bölünsün modul k. K nədir bəs? X-in qabağındakı ədəddir. Yəni qabaqdakı A-ya, buradakı B-yə baxmayacaq, ehtiyac yoxdur. Deməli, sinusla kosinusa aiddir. Dərəcə təkdirsə periodunu tapacağıq, əsas dövrü və yaxud da buna da periodu. Sinusun periodunu tapın. Period. Kosinusun periodunu tapın və yaxud da əsas dövrünü tapın deyə bilər. Əgər dərəcə cütdürsə, pi bölünsün modulla k-dır. Diqqətlə deyirəm, modulda k. Pi bölünsün k demirəm, pi bölünsün modulla k deyirəm. Qabaqdakı A-nın,
əhəmiyyəti yoxdur. Buradakı B-nin əhəmiyyəti yoxdur. Deməli, sinusla kosinüsün dövrünü, periodunu taparkən sadəcə dərəcəyə baxıb qərar verəcəyik. Tangeslə kotangesin dövrünü taparkən n daxilli natural, yəni n-in natural olması kifayətdir. Yəni biz dərəcənin tək və cüt olmağına baxmayacaq. İstənilən halda pi bölünsün modulda k-dır. Yəni tangeslə kotangesin hər ikisinə aiddir. Dərəcəsi tək də olsa, cüt də olsa pi bölünsün modulda k kimi tapılacaqdır. Diqqətlə fikir verin, bunlar çox vacib məlumatlardır. Trigonometrik funksiyaların cəminin, fərqinin, periodunu tapmaq üçün hər bir funksiyanın periodunu ayaqda tapıb onların əkobunu hesablayacağıq. Aydındır, bu bir qaydadır. Bunu əzbərdən bilməyiniz lazımdır. Trigonometrik funksiyaların hasilinin periodunu tapmaq üçün hasilin cəmə gətirilməsi düsturunu gələcəkdə bunu keçəcəyik. Hasilin cəmə gəlmə düsturundan istifadə edib, hasili cəmə və ya fərqə gətirib, yuxarıda göstərdiyimiz qaydanı, bayaq rəhlədiyim qaydanı tətbiq edəcəyik. Əgər dövrlərdən biri rasional, digəri irrasional olarsa, ona deyəcəyik ki, dövrü yoxdur. Yəni, tutaq ki, cəm formasındadır, izah edirəm, cəm formasındadır, tutaq ki, sinus x topla kosinus 5x. Atıram, tutaq ki, şagirdlər bunları. Tutaq ki, birinin dövrünü tapdıq 2pi, birinin dövrünü tapdıq 2pi bölünsün 5. 2pi irrasionaldır. 2pi bölünsün 5 irrasionaldır. İndi sualın cavabı olacaq, əkobun tapın. Yəni, 2pi ilə 2pi bölü 5-in əkobunu tapacaq. Aydındır. İndi bunları silirəm, bu benim məlumatı idi. Əgər birinin periodunu 2pi tapsaq, öbürsünün periodunu 4/3 tapsaq, bax, birində 2pi irrasionaldır, amma 4/3 irrasional deyil. Deyir, biri irrasional, digəri irrasional olarsa, deyəcək ki, funksiyanın dövrü yoxdur. Aydın oldu. Məktəb dərsində bunlara aid sual var. Amma topulda biri digəri rasional, biri irrasional, səhv etmirəmsə yoxdur. Daha yenə bu qeyd işarəsidir. Bunlara da diqqətlə fikir verin. Qabağına bu işarə qoyduqlarıma önəmlə fikir verin. Qeyd işarələrinə önəmlə fikir verin. Bunlar lazım olan məlumatlardır. Elə bir ki, açar sözlərdir də. Sinus modulda olarsa və yaxud da sadəcə sinus kvadrat olarsa, kosinus modulda verilərsə və yaxud da kosinus kvadrat olarsa, ən kiçik qiyməti 0-dır. Normalda kosinusun, sinusun ən kiçik qiyməti -1-dir. Amma bunlar modulda və yaxud da kvadratda verildiyinə görə ən kiçik qiyməti 0-dır. Çünki mənfi qiymət ala bilmirək. Modulda, kvadratda mənfi ola bilməyəcək. Yenə də böyük qiyməti 1-dir. Bu aydındır. İndi yəqin ki, bu başlıqda sinus, kosinus, tangens funksiyaların xassələri belə bir başlıq var topulda. Qayda kitabındakı ardıcıllıq test toplusuna uyğun olaraq yazılıbdır. Yəqin bunlara aid suallar var deyə bunların çıxarışını verməyə məcburiyyətindəyik. Daha sonra bu düsturlarda yenə keçəcəyik biz. Sinus x, kosinus x, 2/1 sinus 2x. Çox istifadə olunacaq bu düstur. Sinus alfa, kosinus alfa, 2/1 sinus 2 alfa. Yəni şagirdlər 2/1 sinus 2x. Sinus 2x'i açaq. Əgər 2 qat arqument düsturlarını bilirsinizsə, sinus 2x'in açılışı 2 sinus x kosinus x-dir. 2 ilə 2 getdi, qaldı sinus x vurulsun kosinus x. Yəni sinus x vuraq kosinus x 2/1 sinus 2x-dir. Və yaxud da başqa bir bu birinci növ isbatı idi. İkinci növ isbatı da var. Sinus x kosinus x. 2-yə vurub bölürəm ki, 2-yə vurdum, 2 sinus x, kosinus x 2-yə vurdum. Həm də 2-yə bölürəm ki, heç bir dəyişiklik etməmiş olsun. 2 sinus x, kosinus x. Bu özü nəyin düsturudur? Bu özü qırmızı rəngli hissə sinus 2x'in açılışıdır. Sinus 2x'in açılışıdır. Oldu 2/1 sinus 2x. Məsləhət görürəm ki, əzbərdən bilin. Çıxarılışını da bilsəniz daha da gözəl. İkincinin izahını verməyə çalışıram. Sinus kvadratı, kosinus kvadratı. Əzbərləyənlər birbaşa əzbərləsin. Sinus kvadratı, kosinus kvadratı 4/1 sinus kvadratı 2x. İzahını verirəm. Sinus kvadratı x vur kosinus kvadratı x. Buradan kvadratları kənara çıxardıram. Sinus x vur kosinus x-in çöldən kvadratı. Artıq birinci düsturda bilirik biz. Sinus x, kosinus x nə deməkdir? 2/1 sinus 2x'in
Çöldən kvadrat durub yerində. İndi kvadrat hasili artdı deyə hər ikisini kvadrata yüksəldirəm. 2-də 1-in kvadratı 4-də 1. Sinüs kvadratı 4x. Məsləhət görürəm ki, çıxarılışını da bilin. Bəzən yaddan çıxa bilər. Sinüs üssü 4 topla kosinüs üssü 4. 1 çıx 2'də 1 sinüs kvadratı 2x. Hoşuma gəlmədi belə. Sinüs kvadratı üssü 4 topla kosinüs üssü 4. Bunu da əzbərdən bilməyiniz məsləhətdir. Amma yenə də çıxarılışını bilməyiniz daha məsləhətdir. Xatırlayaq ki, a kvadratı topla b kvadratı bərabərdir. A plus b'nin çöldən kvadratı çıx 2ab. Onda a üssü 4 topla b üssü 4'ü necə yazaram? A kvadratı topla b kvadratının çöldən kvadratı üssü 4 olsun deyə. Çöldən kvadratı çıx 2 a kvadratı b kvadratı. AB yox, a kvadratı b kvadratı. Sinüs üssü 4 topla kosinüs üstü 4'e ikinci düsturu tətbiq edəcəm. Sinüs kvadratı topla kosinüs kvadratının çöldən kvadratı çıx 2a kvadratı b kvadratı, yəni çıx 2 sinüs kvadratı kosinüs kvadratı. Məlum məsələdir ki, sinüs kvadratı topla kosinüs kvadratı 1 eləyir. 1'in kvadratı 1 eləyir. 2 vuraq. Sinüs kvadratı kosinüs kvadratı da əzbərdən bilsinizsə 4'də 1 sinüs kvadratı 2x'dir. Əzbərdən bilsinizsə yuxarıda çıxarılışı var. 4'də 1 sinüs kvadratı 2x'dir. İkinci burada da onun çıxarılışı. Bu da ixtisar edər. 2 ilə 4 ixtisar edər. 1 çıx 2'də 1 sinüs kvadratı 2x. Bu da bunun izahı. Və nəhayət sinüs üssü 6 topla kosinüs üssü 6 1 çıx 4'də 3 sinüs kvadratı. Əslində bir-birinə yaxındır. Birində 1 çıx 2'də 1 sinüs kvadratıdır. Birində 1 çıx 4'də 3 sinüs kvadratıdır. Sinüs 6 topla kosinüs 6 necə yazacağım onu? Deməli A kubu topla B kubunun açılışını xatırlayaq. A plus B A kvadratı çıx AB topla B kvadratı. Sinüs üssü 6'nı sinüs kvadratı x'in kubu, kosinüs üssü 6'nı kosinüs kvadratı x'in kubu. Bu üssü 6 deməkdir də. Bunu tətbiq edək. A kubu topla B kubu. A topla B, yəni sinüs kvadratı topla kosinüs kvadratı. A kvadratı, yəni sinüs kvadratının kvadratı. Sinüs kvadratının kvadratı olacaq. Sinüs üssü 4x çıx AB, yəni sinüs kvadratı vur kosinüs kvadratı. Üstə gələk kosinüs üssü 4x. Düsturları nömrələsək birinci düsturumuz, ikinci, üçüncü, dördüncü. Birinci mötərizənin yəqin ki 1 olduğu məlumdur. İndi bizdəki bu sinüs üssü 4 topla kosinüs üssü 4'ü təzədən çıxarılışını bilməyin. 3 nömrəli düstura baxın. Bəli, isbatını vermişəm. 3 nömrəli düsturda birbaşa onun yerinə qoyaq. Bu mötərizə toplamların yerini dəyişdim. Sinüs üssü 4, üstə gələk kosinüs üssü toplamların sadəcə yerini dəyişdim. Çıx. Sinüs kvadratı, kosinüs kvadratı var ha, bax. Bu bizim neçənci düsturumuzu gör. İkinci düsturumuzu. Deməli, toplamların yerini dəyişdik. İndi üçüncü və ikinci düsturu yerinə qoyuram. Bunun yerinə qoysam, üçüncü düsturu olacaq 1 çıx 2'də 1 sinüs kvadratı 2x. Çıxaq, sinüs kvadratı, kosinüs kvadratı yerinə ikinci düsturu qoysam, 4'də 1 üzülsən, sinüs kvadratı 2x. Mənfi 2'də 1 ilə mənfi 4'də 1 eləyər. Mənfi 4'də 3 sinüs kvadratı 2x. Deməli, ispat olundu. Bu 4 dənə düsturun izahını vermiş olduq. Həm əzbərdən bilməyinizi, həm də çıxarılışı bilməyinizi məsləhət görürəm. Və nəhayət növbəti qeydimiz var. A sinüs B kosinüs tipli suallarda ən kiçik qiymət, ən böyük qiymət mənfi kök altında A kvadrat topla B kvadratı, ən böyük qiymət müsbət kök altında A kvadrat topla B kvadratı.
Yəni tutaq ki 3 sinus x çıx 4 kosinus x. Yəni qiymətlər çoxluğu ən kiçik qiymətdən ən böyük qiymətdə. Onda olacaq kök altında plus minus kök altında 3'ün kvadratı topla 4'ün kvadratı. 9 topla 16, 25, 5. Deməli bunun ən kiçik qiyməti mənfi 5'dir, ən böyük qiyməti 5'dir. Bu tip suallarda istifadə olunacaq. Aydındır. Hardan tanıyacaq bu sualları? Argumentlər eyni olacaq. 3 sinus A sinus B kos. Bax, ikisində də x eynidir. Əgər argumentlər fərqlidirsə, bu qayda işə yaramır. Tutaq ki 2 sinus 6x üstə gələk 5 kosinus 6x. Fikir verin, hər ikisində argumentlər nədir? 6x-dir. Demək, tətbiq edə bilərəm. Plus minus kök altında əmsalların kvadratları üçün 2'nin kvadratı topla 5'in kvadratı. Əmsalların A kvadratı topla B kvadratı. Plus minus kök altında 4, o da 25, kök altında 29. Desək, ən kiçik qiymətini tapın, mənfi kök altında 29. Ən böyük qiymətini tapın, müsbət kök altında 29. Qiymətləri oblası isə onların ikisinin arasıdır. Parçadır, diqqətli olun, bu aralıq daxildir. Bu qədər məlumat ötürdük sizə. Bu qədər məlumatın hər birisini hakim olmalısınız ki, aşağıdakı sualları izahını başa düşə biləsiniz. Düzdür, məlumat çoxdur. Dəfələrlə oxuyandan sonra suallara keçməlisiniz. Bu tip suallar səhv etmirəmsə trigonometrik funksiyaların 3-cü başlığını əhatə eləyir. Bəli, sadəcə 3-cü başlığını əhatə etməlidir. Topludakı 3-cü başlıq. Birinci sualımız. Əsas dövrünü tapın. Xatırlayaq. Sinüslə kosinusun dərəcəsi cütdürsə, burada n cütdür. Belə yazın. N 2'dir, yəni cütdür. Onda t bərabərdir. Təhditsə 2pi bölünsün idi. Cütdürsə pi bölünsün modulda k. Yəni pi bölünsün modulda k x-in əmsalıdır. İndi özüm bilərəkdən belə yazıram ki, texnik səhvin qabağını alaq. Cavab oldu pi bölü 2. İkinci sualımız. Əsas dövrünü tapın. Sinusun n'imiz 1'dir. Yəni sinusun dərəcəsi 1'dir. Yəni təkdir. Təkdirsə 2pi bölünsün modulda k idi. K'mız x'in qabağında duran şeydir. 2pi bölünsün modulda 3. Cavab da oldu 2pi bölünsün 3. Bu birinci sualın cevabı, bu ikinci sualın cevabı. Daha sonra davam eləyək də belə. Əsas dövrünü tapın. Əsas dövrünü tapın deyərkən qabaqdakı bir şeyə fikir vermirəm. Buradakı 2'yə, 3'ə fikir vermirəm. Bu əsas dövrüdür. Sadəcə qayda ilə hərəkət edirəm. Demişdik ki, tangesin qüvvəti təkdə olsa, cütdə olsa, period belə idi ki, pi bölünsün modulda k. Yəni pi bölünsün x'in qabağında 3 deyil, ha, x'in qabağında 4'də 3'dür. Əslində onu 4'də 3x yazmalıdırlar. Prosta belə yazırlar da, bu da doğru yazılışdır. Pi bölünsün modulda 4'də 3. Modulda 4'də 3'dən təbii ki 4'də 3 çıxacaq. Pi'ni 4'də 3'ə bölmək tərsinə vurmaq deməkdir. Cavab oldu 4 pi bölünsün 3. Cəm formasında, fərq formasında verilərsə nə demişdik? Hər birinin ayrı-ayrılıqda dövrünü tapıb əkobunu hesablayacağıq. Yenə əsas dövrü soruşur, yəni periodu soruşur. Birinci funksiyanın periyodunu tapacağım, sonra ikinci funksiyanın periyodunu tapacağım. T1'i tapaq. Tangesin dərəcəsi təkdə olsa, cütdə olsa, qayda nə idi? Pi bölünsün modulda k. Yəni pi bölünsün modulda pi bölü 8. Düzdürmü şagirdlər? Bu da tərsinə vurulacaq. Pi bölünsün 8 bölünsün pi. Pi'lər ixtisar edəcək, cavab olacaq 8. T1'i tapdıq. T2'ni xatırladaq. Sinusun dərəcəsinə baxırdıq. Sinusun dərəcəsi neçədir burada? 1'dir, yəni təkdir. Sinusun dərəcəsi təkdirsə, n təkdirsə, 2pi bölünsün modulda k idi. Yəni 2pi bölünsün x'in əmsalı 2pi bölünsün 5'dir. Tam modulda yazmıram. 2pi bölünsün 5. Şahidlər 2pi vurulsun, bunun tərsi. 5 bölünsün 2pi. 2pi'lər ixtisar getdi, cavab oldu 5. Qayda nə idi? Əkobun tapın. Əkob 5, 8. Cavab oldu 40.
5'nin 8, ikisi də rasionaldır. Yəni ki, onu tapmaq olar. Biri 8 pi olsaydı, biri 5 olsaydı cavab yazacaqdı ki, dövrü deyil, dövrü yoxdur yazacaqdı. Hər ikisi rasionaldırsa, hər ikisi irrasionaldırsa dövrü var. Əkobunu tapmaq şərti ilə. Əsas dövrünü tapın deyir. Yenə əsas dövrünü tapın deyirsə, dərəcəsinə baxırıq. Burada kosinusun dərəcəsi 1'dir. Yəni təkdir. Təkdirsə, qayda nə idi? 2 pi bölünsün x'in qabağı. Modulo k. 2 pi bölünsün x'in qabağında 3'də 2. Bax, bu 3'də 2 x'in qabağındadır. Modulda 3'də 2. 2 pi'ni vuracam, bunun tərsi. 3'də 2'nin tərsi 3 bölünsün 2'dir. 2'lər də gedəcək, qalacaq 3 pi. Aydındır. Hasilin dövrünü tapın. Hasilin dövrü qaydası yoxdur. Hasilin dövrü gərək sualı sadələşdirəsən. Bayaq da dediyimiz birinci düstura əsasən sin sıfır kosinus hasil sadələşə bilir. Deməli, biz birinci düstura görə yaza bilərək ki, sinus x vurulsun kosinus x'in qaydası 2'də 1 sinus 2x kimi sadələşir. Yəni, hasilin dövrü tapma qaydası yoxdur. Sadələşdiriləndən sonra dövrü tapılır. Bunun o tərəfə sadələşmir. Burada sinus 2'də 1 sinus 2x. Sinusun burada dərəcəsi 1'dir. Yəni, təkdir. Təkdir. Təkdirsə qaydamız nə idi? 2 pi bölünsün x'in qabağı. 2 pi bölünsün x'in qabağında nə durur? 2 durur. Şöyle gedəcək, qalacaq pi. Aydındır. 7-ci sualdan etibarən diqqətli olun. Burada əsas dövrünü soruşmur, qiymətlər çoxluğunu soruşur. Yəni, ən kiçik qiymətlə ən böyük qiymət. Yəni, bir dəfə yerinə ən kiçik qiymətini qoyacam, bir dəfə ən böyük qiymətini qoyacam. İstinizsə, bir dənə belə öyrədim. 5 vur, bax, sinus funksiyasının ən kiçik qiyməti, bir də ən böyük qiymət. 5 vurulsun sinus funksiyasının ən kiçik qiyməti minus 4 hesablama prosesi. Bu periyod deyil. Mənfi 5 minus 4 mənfi 9. Bir də 5 vurulsun ən böyük qiyməti 1'dir. Hesablayanda eləcək 1. Cavab olacaq mənfi 9 1 aralığı. Bəzən mən bunu belə izah edirəm. 5 vurulsun sinus 3x yox, istəyir 3x olması sinus 10x 100x olsun, fərqi yoxdur. Mənfi 1 1 onun qiymətlər çoxluğudur. Çıx 4. 5'i həmin parçaya mənfi 1 parçasına vuranda, yəni içəri vurursan, parçanın uc nöqtələrinə vurursan, mənfi 5 5 parçası eləyir. Mənfi 5 5 parçasını da 4 vahid azaltmaq üçün parçanın uc nöqtələrini 4 vahid azaldırsan, mənfi 5'i 4 vahid azaldırsan, bir də 5'i 4 vahid azaldırsan. Bu üsullarda eləmək olar. Sizə hansı rahat gəlirsə onu öyrənin. Qiymətlər çoxluğunu soruşur. Yenə kosinus funksiyasının istəyir 3'də 2 olmasın. Yəni, orada x'in qabağında nə olmasın əhəmiyyəti yoxdur. Kosinusun qiymətlər çoxluğu mənfi 1'dir. 6 vurulsun mənfi 1. Bir də 6 vurulsun müsbət 1. Yəni, qiymətlər çoxluğu mənfi 6, müsbət 6'dır. Ən kiçik qiyməti mənfi 6, ən böyük qiyməti 6'dır. Biz qayda ilə getsək, kosinusun qiymətlər çoxluğunu yerinə yazıram. 6'nı bu parçaya vuranda 6'nı bu parçanın uc nöqtələrinə vurursunuz. Mənfi 6 6. Bu bilgi çox maraqlı bilgidir ki, bərabərsi mövzusunda da istifadə olunacaqdır. Bunların təpələrində kvadrat olmasaydı, düstur var idi, bu xüsusi hal üçün bir düstur var, bu düsturla istifadə edərdik. Amma bunlarda kvadrat var deyə sadələşməlidir. Yenə qiymətlər çoxluğunu soruşur şagirdlər. Yəni, sadələşdirməliyəm. İki dənə həm sinus, həm kosinus olanda ya yuxarıdakı düsturdan həll olunmalıdır ki, o suala aid deyil, ya da kosinusu sinusa getməklə, ya da sinus kosinusa getməklə. Məsələn, sinus kvadratın yerinə sinus kvadratı x topla kosinus kvadratı x nə eləyir? 1 eləyir. Buradan sinus kvadratı x'in yerinə qoya bilərəmmi? 1 minus kosinus kvadratı x. Aparaq sinus kvadratı x'in yerinə qoyaq 1 minus kosinus kvadratı x. Yəni 0,1 niyə qoymuruq? Ancaq bir trigonometrik funksiyadan asılı vəziyyətə gətirməlisiniz suala. Ancaq sinusla ya da ancaq kosinusla gətirməlisiniz. 2 vurulsun, deməli y bərabərdir 2 vurulsun. Sinus kvadratının yerinə 1 minus kosinus kvadratı x qoyduq mu? Üstə gələk 6 kosinus kvadratı x. Vurub açıram, 2'ni vururam içəri 2, 2'ni vururam kosinus kvadratına. Mənfi 2 kosinus kvadratı x. Üstə gələk 6 kosinus kvadratı. 2 kosinus kvadratı mənfidir, 6 kosinus kvadratı müsbətdir. Bunlar cəmləncə olacaqmı? 4 müsbət 4
kosinus kvadrat x. Artıq sualımız bir trigonometrik funksiyadan aslı vəziyyətə gəldi. Ancaq neydən asıldı? Ancaq kosinusdan asıldı. Xatırlayaq ki, kvadratda bir dəfə nə qoyduq? Bir dəfə 0 qoyduq, bir dəfə 1 qoyduq. Yəni 2 üstə gələk 4 vurulsun, kvadratın ən kiçik qiyməti 0-dır. 2 üstə gələk 4 vurulsun, kvadratın ən böyük qiyməti 1-dir. Bunu hesablayanda 2 alınır, bunu hesablayanda 6 alınır. Qiymətlər çoxluğu 2-6 aralığıdır. Ən kiçik qiyməti 2-dir. Ən böyük qiyməti 6-dır. Aydın oldu. Kvadratda, modulda qaydaya baxsanız, yuxarıdakı qaydaya baxsanız, bir dəfə 0 qoyduq, bir dəfə 1 qoyduq. Sinus x, kosinus x yenə də bu 2 dənə trigonometrik funksiyadır. Sinusun ən kiçik qiymətini mi qoymaq, yoxsa ən böyük qiymətini mi qoymaq, yoxsa kosinusun ən böyük qiymətini mi qoymaq? Burada bucaqlar eynidir deyə qərar verə bilmirik ki, ona görə sadələşdirməliyik. Sinus x və kosinus x hasilinin sadələşməsi 2-də 1 sinus 2x-dir. Yuxarıda düsturda var. Birinci düsturumuz. Artıq sual sadələşdi. Ancaq sinusdan aslı vəziyyətə gəldi. Sinus 2x olmuyor. Sinus 100x olsa da ən kiçik qiyməti -1-dir. Ən böyük qiyməti -1-dir. Yəni 2-də 1 vurulsun -1 minus 2-də 3. Bunu hesablayacaqsan. Bir də 2-də 1 vurulsun 1 çıx 2-də 3 hesablayacaqsan. Birincini hesablaya bilərsiniz. -2-də 1 çıx 2-də 3. -2 eləyəcək. 2-də 1 çıx 2-də 3-də deyəsən -1 eləyəcək. Bəli. Deməli cavabımız oldu -2, -1 arası. Ən kiçik qiymətini soruşsa -2, ən böyük qiymətini soruşsa -1. Bu da onların hər ikisini yazanda qiymətlər oblasını tapmış oluruq. Qiymətlər çoxluğunu tapın. Yenə sinus kvadratı, kosinus kvadratı varsa bunun ikinci düsturumuzdur bu. 6 vurulsun. Bir saniyə 6 vurulsun yoxdur. 6 çıx sinus kvadratı, kosinus kvadratı 4-də 1 sinus kvadratı 2x idi, xatırlayırsınızsa. 2-də 1 sinus 2x-in kvadratı da elə bir. İndi şagirdlər kvadrat olduğuna görə ancaq sinusdan asılı vəziyyətə gəldi. Normalda bir dəfə -1-lə 1 qoymalıyam, amma kvadrat olduğundan nə edirdik? Bir dəfə 0 qoyduq, bir dəfə 1 qoyduq. 1-ə 2 ilə bölüb hesablayıram. 6 çıxaq 4-də 1 vur 0. Yəni 6 eləyəcək. 6 çıxaq 4-də 1 vuraq 1. Eləyəcək 4-də 24 çıx 1. 4-də 23. Yəni 5 4-ün 20. 5 tam 175. Cavab olacaq 5 tam 175 ilə 6-nın arası. 12-ci sualda gördüyünüz kimi 8 orta furu çıxarsaq sinus üssü 4 topla kosinus üssü 4 olar mı? Bu da bizim yuxarıda 3-cü düsturumuzdur. Bax burada 3-cü düsturumuzdur. 1 çıx 2-də 1 sinus kvadrat 2x. İzahını da vermişəm, çıxarılışını da vermişəm. 8 vurulsun. 1 çıxılsın. 2-də 1 sinus kvadratı 2x. 8 içəri vursam 8 çıxılsın. 8-də 2-də 1-ə vuracam. 4 sinus kvadratı 2x. Artıq bir dənə trigonometrik funksiyadan, yəni ancaq sinusdan aslı vəziyyətə gəldi və kvadrat olduğuna görə bir dəfə 0 qoyacam, bir dəfə 1 qoyacam. Aydındır, 2 hissəyə bölürsən 8 çıxaq 4 vur 0, 8 çıxaq 4 vur 1. Bütün bu gedişləri yazın ki, texnik səhv eləməyəsiniz. Cavab oldu 4, 8. 6 sinus 3x, 8 kosinus şagirdlərə baxın. Argumentlər eynidirsə, bu düsturda kök altında a kvadrat topla b kvadrat. Ən kiçik qiymət, bir də ən böyük qiymət. Plus minus yazanda hər ikisini tapmış olursan. Yəni burada a'mız 6-dır, b'miz 8-dir. Plus minus kök altında a kvadratı topla b kvadrat. Plus minus kök altında ab, yəni əmsallardır da 6-nın kvadratı topla 8-in kvadratı. Burada argumentin 3x, 32x, 100x olmasının əhəmiyyəti yoxdur. Cavab olacaq plus minus 10. Ən kiçik qiymətini soruşsa -10'dur. Ən böyük qiymətini soruşsa 10'dur. Qiymətlər çoxluğu deyəndə -10'dan müsbət 10'un arasını götürürsünüz. Parça olmaq şərti ilə. Keçdi indi şagirdlər biraz daha ağır tipli suallara. Bunlar hər birisi buraxılışa düşə bilər. Düzü bunlar biraz daha çətin hallardır. Bəlkə bloka düşər. Deməli 5 sinus x. 14 nömrəli sual çətin deyil, amma aldadıcı tip sualdır. Nə vaxt kosinusun yanında tangens görsəniz,
Tangesi açsın ki, sinüs bölsün, kosinüs kimi açsın ki, ixtisar baş versin. Kosinüslər ixtisar getdi. Oldu 5 sinüs. Üstə gələk 3 sinüs. Aydındır. O da elədi 8 sinüs. Yəni y bərabərdir 8 sinüs aldıq. Y bərabərdir 8 sinüs x. Normalda ən böyük qiymətdən kimi adam istəyir cavab 8 desin. Sinüsün yerinə 1 qoysun. Nə vaxt diqqətli olacaqsınız? Sualda tangesi varsa, kotangesi varsa çox diqqətli olmalısınız ki, bunlar kəsr funksiyalardır. Tangesi nəyə nisbətidir? Sinüsün kosinüsə nisbətidir. Və ikisinin də bucaqlar x-dir. Yəni sinüsün yerinə 1 qoymaq istəyirsinizsə, o zaman x-i neçə dərəcə qəbul eləmiş olursunuz? Sinüs x-in yerinə 1 qoyanda x 90 dərəcə olmuş olurmu? 90 dərəcədə də sinüs 90 dərəcədə 1-dir. Baxın x-dir. Kosinüs 90 dərəcədə 0-dır. Yəni məxrəcə 0 qəbul eləmiş olursunuz. Aydındır mı? Yəni sinüsün yerinə 1 qoyanda x 90 dərəcə olmuş olur. Tangesi 90-da təyin olunmayıbdır. Qiyməti yoxdur. Ona görə nə edəcəyik bəs? Sinüslə kosinüsün ən kiçik ən böyük qiyməti -1 ilə 1-dirmi? Onu qapalı yox, açıq mötərizədə yazacaqsınız. Ən kiçik qiyməti -1, ən böyük qiyməti 1 bu formada açıq mötərizədə. -1 də qoya bilmərəm, çünki -1 alır 270 dərəcədə sinüs. Düzdür? Və sinüs tangesi 270 dərəcə təyin olunmayıbdır. Deməli, -1 ilə 1-in özlərini ala bilməz. Çünki sinüsün yerinə 1 qoyanda məxrəc 0-a gedir. O zaman 8-i vursam içəri, -8, 8 aralığı olacaqdır. Əgər ən kiçik tam qiymətini soruşsa, cavab -7-dir. Ən böyük tam qiymətini soruşsa, cavab müsbət 7-dir. Aydındır. Bizim ən böyük tam qiymətini soruşur, cavab 7-dir. Sualda tangesi, kotangesi varsa, daha təhlükəli suallarda daha diqqətli olacağıq. Əminəm ki, bu tip sualları artıq görəndən sonra qabağına çıxanda xatırlamış olacaqsınız. Yəni deməyin ki, mənim hardan ağlıma gəlsin bu? Vərdişlə, riyaziyyat vərdişlə öyrənilə bilər. Növbəti vərdiş eləyə biləcəyiniz sual tipi sinüs kvadratı çıx sinüsdə. Bu heç cürə sadələşmir. Tutaq ki, sinüs ortaq vurub çıxartdın. Sonrası nə edəcəksən? Bunu tam kvadrat yaratmalısınız. Şagirdlər, tam kvadrat. Xatırladın şagirdlər, sizə xatırlatmaq istəyirəm. A kvadratı çıx 4A topla 7. Hatırlırsınızmı? Buradakı ifadəni 2-yə bölüb kvadrata yüksəldirdik. A kvadratı çıx 4A topla 4 olsaydı bu ifadə tam kvadrat olardı. Amma topla 3-də yazıram ki, o cəm 7-yə tamamlansın. Nə olardı bu? A çıx 2-nin tam kvadrat olardı. Topla 3-də kənarda. İşte bunu yaratmalıyıq. Y bərabərdir sinüs kvadratı x çıx sinüs x. Burada sinüs x-in əmsalında 1 var. Hatırlayırsınız mı? Onu 2-yə bölüb kvadrata yüksəlməliyik. Onda sinüs kvadratı x çıx sinüs x topla, bayaq 4 yazdım özümdən. Bu əmsalı 2-yə bölüb kvadrata yüksəltməklə tapırdıq onu. Topla 4-də 1 olsa bu tam kvadrat olacaqdır. Sinüs x çıx 2-də 1-in tam kvadratı. Çıx 4-də 1 yazıram ki, bu 4-də 1-də bir-birini aparsın. Sualın özündə heç bir dəyişiklik edilməmiş olsun. Deməli, nəticə etibarilə altına xətt çəkdiyimiz yerdə aldıq ki, biz sinüs x çıx 2-də 1-in tam kvadratı çıx 4-də 1-də var. İndi bu mötərizə sıfıra çevrilə bilirmi? Xatırlayırsınız, tam kvadrat varsa ən kiçik qiyməti 0-dır. Tam kvadrat, yəni ifadənin tam kvadratı, misal üçün A kvadratı, ən kiçik qiyməti 0-dır. Çünki kvadrat dediyi həmişə müsbət qiymətlər alır. 0-dan da kiçik ola bilmir. Sinüs x çıx 2-də 1, sinüs x 2-də 1 ala bilirək. Bəli, 2-də 1 ala bilir. Onda mötərizə də sıfıra çevrilir. Onda ən kiçik qiymətimiz olacaq 0-ın kvadratı, yəni mötərizənin yerinə 0 qoydum, çıx 4-də 1. 0 çıx 4-də 1, -4-də 1. Ən böyük qiymətini tapacaq biz. Ən böyük qiymətində sinüs x-in özünün yerinə -1, bir də müsbət 1. Hansını yerinə qoysaq daha böyük olacaq, kvadrat daha böyük olacaqdır. Hər ikisini qoyub yoxlaya bilərsiniz. -1 qoyanda. -1 çıx 2-də 1-in kvadratı çıx 4-də 1. Burada düşünməyin ki, müəllim ən böyük qiymətini axtarıramsa elə yerinə 1 qoyulur. Elə bir şey yoxdur. Bəzən ən böyük qiymətini qoyanda ən kiçik qiymət tapırsan. Ən kiçik qiymətini yerinə qoyanda ən böyük qiymət tapırsan. Yəni sualın vəziyyətinə görə dəyişir o. Sadəcə burada kvadrat var deyə
-1 qoyanda -1 ilə 2-də 1 toplanır, -2-də 3 olur. Bax, bunun qiyməti nə eləyir? -2-də 3. Kvadratı 4-də 9 edir. Daha da böyük olur da kvadratı. Yox da yerinə 1 qoyub yoxlayın. 4-də 1. Bunu hesablayanda nə eləyir? 4-də 8 ya da 2 eləyir. Deməli, bu funksiyanın qiymətlər çoxluğu -4-də 1 ilə 2 elədir. Növbəti sualı həll etmək üçün bir şey xatırladım ki sizə. Yəni, bu da 16 da 15-in eynisidir demək olar. A kvadratı çıx 6A. Necə eləyək bu tam kvadrat olsun? Buradakı ədədə 2-yə bölüb kvadrata yüksəldirdik. A kvadratı çıx 6A topla 9 olsa bu ifadə tam kvadrat olacaq. Amma çıx 9 yazmalıyıq ki, bu 9-a bir-birini aparsın. Sualın özündə heç bir dəyişiklik edilməmiş olsun. Y bərabərdir. Kosinus kvadratı kız çıx 6 kosinus kız. Buradakı ifadəni 2-yə bölüb kvadrata yüksəlt. Deməli, topla 9 olmalıdır. Deməli, çıx 9 yazıram ki, bir-birini aparsın. Sualın özündə heç bir dəyişiklik edilməmiş olsun. Özümüzdən 9 yazırıqsa, çıx 9 da yazmalıyıq mı? Altına xətt çəkdiyim ifadə bilirsinizmi? Kosinus x minus 3'ün tam kvadratıdır. İndi bir ifadənin kvadratı, tam kvadrat, ən kiçik qiyməti 0'dır. Amma bura 0'a çevrilə bilirmi? Kosinus x. Buranın 0'a çevrilməsi üçün gəlir kosinus x 3 olsun. Kosinus x də 3 ala bilməyəcək. Kosinus x-in ən böyük qiyməti 1'dir. 3 ala bilməz. Deməli, mötərizə 0'a gedə bilmir. Onda kosinusun özünün ən böyük qiymətidir, ən kiçik qiyməti var, -1 ilə 1. Onları yerinə qoyub tapırıq hansının ən kiçik qiyməti, hansının ən böyük qiyməti. Deməli, -1 qoyuram kosinusun yerinə, minus 3'ün kvadratı çıx 9. Mötərizə 0'a çevrilə bilmir. Ona görə məcburam kosinusun öz qiymətlərindən seçim. Bir də 1 qoyuram. 1 çıx 3'ün kvadratı çıx çöldə 9 var, onu da yazıram. -2'in kvadratı 4 çıx 9. Bir də qiymətimiz -5 elədi. -4 kvadratı 16 çıx 9. Bu da elədi 7. Deməli, ən kiçik qiymətini soruşsa -5'dir, ən böyük qiymətini soruşsa 7'dir. Qiymətlər çoxluğu -5, 7. 17-ci sualımız əsas dövrünü tapın demir. Əsas dövrünü veribdir. Burada sinusun qüvvətində nə var? 1 var. Deməli, n 1'dir. Yəni təkdir. Sinus və kosinusda qayda necə idi? Dərəcə təkdirsə, periyodu tapmaq üçün 2 pi-ni bölürdük x-in qabağının moduluna. X-in əmsalının moduluna. Bəs x-in əmsalı nədir bizdə? A kvadratı çıx 10'dur. Onda periyod bərabərdir. 2 pi bölünsün modulda A kvadratı çıx 10. Bunun periyodunu tapdım. A kvadratı çıx 10 yox, modulda. Mütləq modulda olmalı. Periyodu bizə pi bölü 3 kimi veribdir. Madəm veribdir, onu mənə bərabərləşdirirəm. Pi bölünsün 3'ə. Sağ və soldan pi'ləri ixtisar edib çarpaz vurub həll edə bilərsiniz. O da burada 1 qalacaq. Çarpaz vuraq. Modulda A kvadratı çıx 10 bərabərdir çarpaz vuranda 6'ya. Modul tənliyin həlli qaydası bir dəfə özü, bir dəfə əksi. Bir dəfə nəyin modulu 6 eləyər? Müsbət 6 ilə mənfi 6 ilə də. Bir dəfə bərabərdir mənfi 6'ya. Bunu həll eləyəndə 10 sağ tərəfə keçir. 16 olur. A-nı tapırıq. Plus minus 4. Bunu həll eləyəndə sağ tərəfə keçir. Mənfi 6 topla 10 4 olur. A-nı tapırıq. Plus minus 2. A-nın neçə qiymətində? Müsbət 4, mənfi 4, müsbət 2, mənfi 2. Deməli, 4 dənə tam qiymətində. Sayını soruşur. Neçə qiymətində daha doğrusu. Əsas dövrü pi bölünsün 5'dir. Yəni, eyni tip sualdır. Deməli, x-in əmsalı burada m çıx 4'dür. Burada isə m plus 2'dir. Tanjisindən kotanjisi istənilən halda periyod nə idi? Pi bölünsün modulda k. Deməli, tanjisdə birincini həll edirəm. Periyod olacaq. Pi bölünsün modulda m çıx 4. Onda bizə nə veribdir? Pi bölünsün 5 kimi veribdir. Sağ və soldan pi'ləri atıb çarpaz vuranda modulda m çıx 4 bərabərdir 5 həll eləyəcəyik. Nəyin modulu 5 eləyər? Müsbət 5 ilə mənfi 5'in. Bunu həll edəndə m-i 9 tapacam. Bunu həll edəndə m-i mənfi 1 tapacam. İkincini kotanjisdir. Kotanjisdə də yenə qayda həmən tanjislə eyni idi. Yəni t bərabərdir. Pi bölünsün modulda k. K burada n plus 2'dir. Bunu bizə nə veribdir bəs? Pi bölü 7 kimi verib.
Yine çarpazı pi'ler kısacıydı. Çarpazı vuranda modulda n plus 2 bərabərdir 7'ye. Modul təlinin həll edilmə qaydası n plus 2 bərabərdir 7'ye, bir də mənfi 7'ye. Buradan n'i 5 tapacağım. Buradan mənfi 9 tapacağım. N plus n cəminin böyük qiymətini soruşursa, onda ən böyükləri. M'in ən böyük qiyməti ilə n'in ən böyük qiymətini cəmləməliyəm ki, cəm daha da böyük olsun. Yəni cavab olacaq 9 topla 5 14. Belə. Trigonometrik funksiyaların müqayisəsinə aid suallar tamam çevirmə üstlərine qədər keçəcəm. Trigonometrik funksiyaların müqayisəsi. Trigonometrik funksiyaları müqayisə etmək üçün onları birinci rübə gətirib müqayisə etmək lazımdır. Yəni alfa və bettanı birinci rübə gətirmək lazımdır. Alfa bettadan böyükdürsə birinci rübədən söhbət gedir. Sinüs alfa sinüs bettadan böyükdür. Çünki sinüs səbəbi hardadır bunun? Sinüs funksiyasının qaydasında. Sinüs birinci rübədə artan idi. Alfa bettadan böyükdürsə, amma kosinüs alfa kosinüs bettadan kiçikdir. Səbəbi nə idi? Kosinüs birinci rübədə azalandı. Çünki birinci rübədə sinüs artan, kosinüs azalandı. Təkrar xatırlatmaq üçün yazmışam. Alfa 0 ilə 90 dərəcənin arasında olanda, yəni alfa birinci rübədə olanda eyni dərəcəli tangens sinüsdən böyükdür. Nə deməkdir bu? Tangens 20 sinüs 20-dən böyükdür. Tangens 15 sinüs 15-dən böyükdür. Amma tangens 20 sinüs 9 dərəcədən böyükdür. Kiçikdir, onu məntiqlə müqayisə edəcəyik. Bu qayda eyni dərəcələrə aiddir. Kotangens alfa kotangens. Deməli, birinci rübədə tangens sinüsdən böyükdür. Kotangens kosinüsdən böyükdür. Tangeslə kosinüsün müqayisəsinə ehtiyac yoxdur. İstənilən kosinüsü sinüsə gətirmək olur. Burada alfa və beta birinci rübənin bucaqlarıdır. Aydın olur. Bunlar bir növ əzbərinizdə olsun. Həm də məntiqi sinüslə kosinüsün tangesin qaydalarında bunlar var. Hansı birinci rübədə artır, hansı birinci rübədə azalır, oradan məlumdur. Böyük bucaqlarda necə təyin edəcəyik? Deməli, burada mən sizə xatırladım ki, burada deyilməyibdir. Yəqin bu çevirmə üsullarına deyiləcək. Tutaq ki, dərs mənim tangesi sinüslə müqayisə edə bilirik. Bəs tangesi kosinüslə necə müqayisə edəcək? Ehtiyac yoxdur. İstənilən kosinüsü birinci rübədən söhbət gedir. 90-dan çıxıb sinüsə çevirə bilərsiniz. Məsələn, kosinüs 10 dərəcə. 90-dan çıx sinüs 80 dərəcə. Kosinüs 20 dərəcə. 90-dan çıx sinüs 70 dərəcə. Bütün trigonometrik funksiyalara aiddir. Tangesi kotangesi çevirə bilərsiniz. Tangens 5 dərəcə. 90-dan çıx kotanges 85 dərəcə. Sinüsü kosa çevirmək istəyirsən. Sinüs 7 dərəcə. 90-dan çıx kosinüs 83 dərəcə. Yəni birinci rübədə istənilən sinüsü kosinüsə, kosinüsə sinüsə çevirmək olur. İstənilən tangesi, kotangesi çevirmək olur. Aydındır. Yəni ona görə tangesinin kosinüsün müqayisəsini bilməyə ehtiyac yoxdur. Sinüs və kosinüsün böyük bucaqlarına baxaraq ikinci qaydanı izah edirəm. Verilmiş bucağı deyir 360 dərəcəyə bölüb alınan qalığın trigonometrik funksiyasını hesablamaq lazımdır. Misal üçün 1990 dərəcəni hesablayırıq. İşarəsini təyin edirik. 1990 dərəcəni 360-a böləcəm. Sinüslə kosinüslər həmişə 360-a bölür. Yəni periyoduna bölür, yəni dövrünə bölür. Neçə dəfə olar? 5 dəfə olar mı? 5 dəfə 0, 0, 5 dəfə 6, 30, 15, 18. Deməli 0, 9, 190. Düzdür. Deməli sinüs 1990 dərəcə dövrə böldüm. 5 dəfə düşdü. O 5 lazım deyil bizə, qalığı lazımdır. Sinüs 190 dərəcə ilə tamamilə bərabərdir, eynidir, ekvivalentdir. Aydındır. Bunlar qiymətlər bir-birinə bərabərdir. 190 dərəcənin neçənci rübdür? Üstündən sonradır deyə 3-cü rübdür və o da mənfidir. Aydındır, işarəsi mənfidir. Tangens və kotangens. Böyük bucaqları hesablamaq üçün yüksəsinə bölürük. Yəni sinüslə kosinüslə 360-a böləcəyik. Tangeslə kotangeslə yüksəsinə böləcəyik. Dövrünə böləcəyik. Alınan qalığa baxacağıq. 960 dərəcə. Tangeslə verildiyinə görə 180-ə böləcəyik. 5 dəfə düşür deyəsən. 5 dəfə 18-in 90 eləyir 900 dərəcə. Hesablayanda qalıq qalır 60. Deməli tangens köhnə qayda ilə yazdım. 960 dərəcə. Tangens 60 dərəcəyə ekvivalentdir, bərabərdir. Bu da cədvəldəki qiymət qalıq 60 qaldıq. Cədvəldəki qiyməti kökdə 3-dür.
suallara baxırıq. Bu birinci kosinus 3'dür. Müqayisə edin. Məncə bu işarəcə müqayisədir. 3 dərəcə deyil ha. Bu o radiandır. Yəni səhv düşməyibdir. 3'ü vuracağım 57 dərəcəyə. Eləcə ki kosinus 171 dərəcə. 171 dərəcə yüksəsinə qədər ikinci rübdür. Bu mənfidir. B kosinus 3 dərəcə. 3 dərəcə birinci rübdür. Müsbətdir. C isə konkret sıfırdır. Sıfır müsbətlə mənfinin tən ortasında yerləşirmi? Onda C, yəni sıfır mənfidən böyükdür, müsbətdən kiçikdir. Mənfidən böyükdür, A-dan böyükdür, müsbətdən kiçikdir, B-dən kiçikdir. Birinci müqayisə, işarəcə müqayisə olundu, qiymətcə müqayisə olunmadı. Qiymətlərini bilmirik. İkinci, bu sinusdur, bu sinusdur. Bundan sinusa çevirək də, bayaqki dediyim qaydalara görə çevirə bilirsiniz. İstənilən birinci rübdəki bucağı 90'dan çıxıb çevirib ekvivalenti sinusu kosinusa, kosinus sinusa çevirə bilərsiniz. Yəni kosinus 75 dərəcə sinus 15 dərəcənin eynisidir. 90'dan çıxmaq şərti ilə. Aydındır, xatırladınızmı qaydanı? Çevirmə düsturlarında bunu təkrar edəcəm. Deməli oldu sinus 20, sinus 10, 20, 15. Hamısı sinusda. Birinci rübdə sinus artan yoxsa azalandır. Sinus birinci rübdə artan. Artandırsa dərəcəsi böyüdükcə qiyməti də böyür. Yəni 10 dərəcə 15 dərəcədən kiçikdir. 15 dərəcə 20 dərəcədən kiçikdir. Yəni A C-dən kiçikdir. C də B-dən kiçikdir. Birinci rübdə sinus artandır deyə dərəcəsi böyüdükcə qiyməti də böyür. Tangesli, tangesi kimdən müqayisəsini əzbərləmişik? Tangesi sinusla müqayisəsini əzbərləmişik. Onda hamısını sinusa gətirək də. Kosinus 70'i necə yaza bilərəm? Sinus 20 mi? Demişdim, 90'dan çıxmaq şərti ilə. Deməli, sinus 10 kiçikdir nəydən? Sinus 20'dən. Sinus 20 nəydən kiçikdir bəs? Tanges 20'dən. Ne demişdim? Birinci rübdə istənilən sinus tangesdən kiçikdir və ya da tanges sinusdan böyükdür. Dərəcələri eynidirsə. Dərəcələri eynidirsə. Yəni, belə məlum oldu ki, C kiçikdir sinus 20'dən B-dən, B də kiçikdir zaten adı. Tanges sinusdan böyükdür, dərəcələri eynidirsə. Bu isə məntiqi. Deməli, bu işarəcə müqayisə olundu. Bu qaydaya görə sinus birinci rübdə artandır, kosinus birinci rübdə azalandır müqayisəsi olundu. Üçüncü sualımız isə yenə qaydaya görə tətbiq olundu ki, sinus tangesdən böyükdür. Tanges 20 sinus 20'dən böyükdür. O qayda ilə müqayisə olundu. 4 isə məntiqlə müqayisə olunur. Əvvəlcə kosinusu sinusa çevirməklə eləyə bilərik. Və yaxud da işarəcə müqayisə eləyə bilərik. Deyək ki, kosinus 100 dərəcə ikinci rübdə. Düzdür, ikinci rübdə. İkinci rübdə kosinus işarəsi mənfidir. 80 dərəcə nədir bəs? Birinci rübdə. Bu müsbətdir. Deməli, kəsinliklə B C-dən böyükdür. Bu aydındır. Tanges bütün rüblərdə artandır. 45 dərəcədə 1'dirsə, 46 dərəcə 1'dən böyükdür. Düzdür. Amma sinus heç vaxt 1'dən böyük ola bilməzək. Yəni tanges 46 dərəcə 1'dən az da olsa böyükdür. Mən də bilmirəm qiymətini, amma böyükdür. Çünki birinci rüblərdə artandır. Birinci rüblərdə artan olacaq tanges. Sinusun ən böyük qiyməti 1 olduğuna görə, demək tanges 46 istənilən sinusdan böyükdür. Bildinizmi niyə? İstənilən sinusdan. Yəni, çünki sinusun ən böyük qiyməti belə 1'dirsə, tanges 46 ondan böyükdür. O zaman belə çıxır ki, B zaten C'dən böyük idi. Müsbət mənfidən böyükdür. Onda A bunların ikisindən də böyükdür. Yəni 1,1 istənilən sinusdan böyükdür ona görə. Və nəhayət qaldı çevirmə düsturları. Deyəsən bu trigonometrik funksiyaların axırıncı başı. Yox, son iki başlığı qaldı. Tamam. Növbəti videoda görüşmək ümidi ilə sağ olun, hələlik.